Yaşıl dəhliz məhz burada olacaq və belə mənzərə ilə siz yaşaya biləcəksiniz. Gəlin sizə ətraflı danışım. Yadınıza gəlirsə, sizə baş planda nəzərdə tutulmuş Bakının mərkəzindən keçən Yaşıl dəhlizdən mini vlog gətirmişdim. Dövlət proqramı təqdimatında da iştirak edəndə məlumat verildi ki, bu dəhliz Gənclik metrosuna qədər uzanacaq və Atatürk parkına birləşəcək. Və Yaşıl dəhlizin düz yanında BMD və Quangut şirkətlərinin Bahar Residence adlı kompleksi gerçəkləşir. Bu tikinti sahəsini ziyarət etmək üçün dəvət aldım və gələcək dəhlizin panoramasını buradan çəkə bildim. Lakin diqqəti çəkən tək məkan olmadı. Bilirsiniz ki, yaxşı yaşayış komplekslərinin həyətlərində parkinqlər deyil, əksinə sakinlərin istirahəti üçün nəzərdə tutulmuş məkanlar olmalıdır. Bu kompleksdə planlar məhz belədir. Tikinti hazırda aktiv fazada davam edir. Son nəticəni görmək üçün isə ofisə üz tutdum. Belə ki, kompleksdə eyni zamanda yay terrasaları, oyun və futbol meydançaları və hətta yay və qış mövsümlərinə hazır olan hovuz nəzərdə tutulub. Mən xüsusilə onu bəyənirəm ki, burada futbol meydançası həyətin daxilində deyil, qırağa çəkilir. Bu da ki, yəni sakinləri narahat eləməsinlər. Satış nümayəndəsi Orxan bəy bildirdi ki, maketdə avtomobillər nəzərdə tutulsa da, əslində bu ərazi yalnız fövqəladə hallar üçün nəzərdə tutulub. Bahar Residence 2027-ci ilin sonuna qədər təhvil veriləcək. Tikinti bitəndən sonra son nəticəyə baxmaq maraqlı olardı. Daha ətraflı məlumat üçün bu səhifəni ziyarət edin, yenilikləri buraxmamaq üçün isə abunə olmağı unutmayın. Görüşənədək.